Eski polis xidməti polis serjantı Ağabəyova buyurun. Alo. Salam, axşamınız xeyir. Salam, hər vaxtınız xeyir olsun. Çox sağ olun. Xanım, mən İlham Əliyevə flaşkada çıxartdırmaq vermək məcbur idim. Yəni, həm də ki, Quran ayələri, faktlar var idi. Nəsə, problemdə 102 yaxşı bilirdi. Mən o flaşkanı aparıb serikofi yerində çıxartdırmaq istəyəndə ki, A4-lərdə bunlar çıxar. O flaşkanı arvad hoqqa çıxartdı, axırda ürəyim sıxıldı. Tapşırmışdı 18-ci bölmədən, o vaxt Elçin idi, Elçin adında uçaskov idi bizdə. Flaşkanı axırda aldım, bir yarım saat mənə gözləşdi. Sonra getdim o bir tərəfdə kserikopiya yerində şey var idi də, hə. Kserikopiya yerində nəysə. Sonra dedim ki, flaşkanı tax, bunu çıxart İlham Əliyevə göndərəcəm. Orada birincidəkinə demişdim ki, İlham Əliyevə göndərəcəm. Ona da tapşırmışdı Elçin Uçaskovu idi o vaxt. Yəni, sonra silmişdi. İkinciyə gedəndə dedi, bu flaşka boşda axı. Sonra mən qayıtdım. Bunlara demişəm bir-iki dəfə. Hər dəfə deyəndə də padişahlar dəvxanı. Mən qayıtdım, arvada yaxındaydı o bir yer. Qayıtdım, arvad çöldəydi, qapıdan çöldə. Dedim, söydüm onu. Dedim, sən kim deyəcək bunu? İlham Əliyevə nəsə göndərsən, niyə silmirsən flaşkanın içindəkiləri? Vacib faktlar var idi. O da güldü. Mənə belə dedi ki, yəni söyəsən, o da güldü. Yəni təsadüf deyildi, özü dəqiqinə idi. Ona tapşırmışlar. Mənə dedi, gəl içəri, əlinlə belədi. Mən də nəyə gəldim ki, ona nə danışacaqdım. Ondan sonra 2-3 dəfə də, yəni, sizlə bu 102-yə zəng eləyəndə, axır şey, dövr eləyəndə, dəlxanlar gəzib gələndən sonra hər dəfə məsələni açmaq istəyəndə getmişlər. 2 dəfə də əlavə o arvadı söymüşəm. O arvad bir dəfə deməyib ki, mən niyə söyürsən, axı təsadüf oldu. Nəysə, nə deməksən? Səndə şikayətiniz nədə xanım? Sizə aydın olmur da. Mən şikayətim İlham Əliyevə göndərmək istədiyim barədə dedim. Siz götürdünüz. Yaxşı ki, bayaqçılar kimi adlı vermədiniz. Amma ki, mən neyinirdim? Bir dənə onu denək sonra. Deməli, mən 102-yə həmişə normal danışmışam. Mənə həmişə danışıb qutarandan sonra deyirlər, başa düşmədik, nə deyirdiniz? Bir də deyin, nə deyirdiniz? Şikayətiniz nədir? Böyle 100 dəfə dedirdirirlər. Mən əvvəllər elə bilirdim ki, bunlar polis elə soruşmalıdır da. Yəni, mənim yaddaşımı yoxluyor, ya nəyə görəsə. Mən deyirdim hamısı. Say demək ki, bunlar məni sırıyırmışlar dəli yerinə. Əsəbləşdirirlər. Sonra gördüm ki, bunlar məni dəli yerinə qoyurlar. Ələ salırlar. Sonra bayaq siz götürür adlı, elə eləyirlər, götürürlər. Ağzını açıb salam verən kimi adlı verirlər. Bir də, nəysə ki, sən söyəsən. Söyəsən, bir də çox zəng edir yerinə qalım. Sonra da gedirdim sıxınlara, prezident aparatına axırda gedirdim. Amma bax, 961 nömrəsini bilmirdim. 590-92-22-dən sizə nə qədər şikayət eləmişəm? 112-yə də demişəm. Niyə? Çünki fövqəladə işdir də. Şikayət deyil. Baba, bu, indi bax, bu nədən bir dəqiqə görməsiz? Necə? Deyirəm ki, şikayət bildirmirsiniz də bizə. Danışırsınız. Sən şikayət biləndə qol vurursan. Mən bunu prezidentə göndərəcəm. Görüm sənin orada familiyanın adını da düşdü. Zapis edirəm. Görə sənin o tapşırıq verib və sən ayəni demə. Allah Teala buyurur, sakit dur, ayə deyirəm, Quran ayəsi. Mənə hörmət eləmədin, özünə eləmədin, çünki Allaha hörmət elə. Allah Teala buyurur ki, onlar cəhənnəmdə deyəcək ki, biz kəş ki, ağalarımıza və böyüklərimizə itaat etməzdik. Onlar bizi bu günə qoydu. Cəhənnəm də əbədi deyil, orada biraz yanıb çıxmaq yoxdur. Əbədi. Ayə o qədərdir, o əbədi olduğu barədə. Çox sağ olun, xanım, ayəni dediniz, təşəkkür edirəm, amma şikayətiniz varsa bildirin, yoxsa sağollaşaq. Toyuq sizə himmin deyil, ha? Tərbiyəsiz. Kimə ələ sarsan? Ay xanım, danışınızda fikir verin. Sən canım, sən fikir verəndə də nə deyirsən? Mədəniyyət. Yox, şərbaz. Nə qoydu, nə yerinə? Dövlət məşğul. Dövlədir sanki öz aralarında. Bunlar belə deyirlər. Sonra yığ. 590 92 22
Belə ola bilər 2-3 gündür 590-92-22 belə. Sonra eyni şeydir. 3, 2, 3, 4. 1111. Aha. Belə olmaz axı bu. Neçə 2 gündə elə belə eləyir. Yəni mən bir dəfə düşməm. Bu düşmək deyil. Sonra bir də altını deyəm. Məsəl üçün 961. 961-dən də təzə satmışam. Bu təxminən yəni axırıncı dəfə məşğaladan nə vaxt qayıtdım? Mən keçən ayda deyəsən. Bu məşğaladan qayıdandan sonra bu nömrəyə zəng eləmişəm. Bunlarda o gün biri götürüb İlham Əliyev qadınam bu götürüb belə eləyir mənə səhər saat 5-də zəng eləmişəm. Deyir ki, hələ o birisi yadıma düşür, onu denə. 1111-ə zəng eləmişim gün olsa, deyir, nahar fasiləsidir. Sonra, nahardan sonra zəng eləyim. Deyəm, Prezident administrasiyasında götürüb telefonu deyirlər ki, nahar fasiləsidir. Yox, sonra 961-ə zəng eləmişim saat 5-də, gecdə, səhərdə yaxın. İndi işləmirsə, telefonu götürməsin də. İşlədir, nə dedi? Dedi, saat 11-də, hələ o bir nəsə, saat 11-də zəng eləyin. Biz yaxşı-yaxşı araşdırıb sizə ətraflı məlumat verərik. İndi mən əgər Allah, qurban olma Allah, başım işlədi ki, təkrar yığdım, nə dedim? Ki, necəyəm mən, əvvəla bu nə dedim? Başdan dedim. Necə, yəni ki, araşdırıb, saat 11-də sizə ətraflı məlumat verərik. Sonra deyir ki, 9-da vur onda. Dedim, mən deyəm, prokurorzadan mənə ətraflı məlumat verəsiniz. Məsəl üçün, mən zəng eləyəm 5-də eləmişəm, zəng eləyəm bir də 9-da ya 11-də. Elə bir dalbadal zəng eləməyimi istəyirlər. Özü bir yandan da mən zəng eləyim deyim ki, ətraflı, araşdırdınız, ətraflı məlumat verin indi mənə. Məsəl üçün də, adam əgər sadəlıq olsa, vurmadın sonra, yox, sonra belə də, sonra məsəl üçün 161-ə də vuranda bu hansıdır? Korrupsiya. Salam. Siz Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiya qarşı mübarizə baş idarəsinin 161 qaynar xətt əlaqə mərkəzinə zəng etmişsiniz. Nəzərinizə çatdırılır ki, telefon danışığını qeydə alınır. Hazırda vətəndaş müraciətinin qəbulu ilə bağlı xətt məşğuldur. Zəhmət olmasa, xəttə bir qədər gözlərin. 2-dir. Sizin növbədə sıra nömrəniz? Məsələn, indi bu 2 deyə qalacaq. Niyə? Deyirəm də bu, mənim kompüterimdə əvvəllər edirlər. Necə, məsələn üçün, mənim sistemim, nəysə, onlar qurtarlıyır, orada bilirlər necə. Sən telefonunda da hamısının nəzarət var. Nə edirdilər? Məsələn üçün, mən Mehriban Əliyevi yaxşı-yaxşı yazırdımsa, nəsə Facebookda gözəl-gözəl, onlar çox pis qələmə verir. Məsələn, mənim əvəzimə silirdilər, yazırlar. Nəyə başa düşmüşdüm, denə. Məsəl üçün, mənim kişi dostlarım var idi, buram paylaşırdım. Yəni, onlar da mesaj yerində mənə yazdılar ki, mesaj yerindən güya neynəmişsin güya? Nə dedilər? Utanmırsınız, bunlar nədir? Sizdən gözləməzdik, bu nədir? Mənə göndərirsiniz. Mən dedim, neynəmişəm ki mən? Qayıt, buna pozğun şəkillər, pozğun videolar. Mənim əvəzimdə hətta mesaj yerindən atırlar kişilərə. Sonra biri onu da denəsə, o birisindən. 161-ə zəng eləyəndə kişi söyüşünü götürür. Sən məsəl üçün nə idi bildirir?
Məsəl üçün də rüşvətlə bağlıdır. Aha. Götürürdü, söyürdü mənə. Kişi söyüşü deyilən şey yoxdur, amma axı ki, o ağzı nəysə kişi söyüşünə söyürdü. Ya da ki, nəysə. Bunu sal, hara, YouTube-a. İnşallah. Sağ olun İlham müəllim, inşallah. Sağ ol. Yaxşı.